Zaurun verilişində Tacir müəllim deyəndə ki, mən Əminəni tanımıram. Nə qədər bunu səmimi qəbul elədin və bunu düz qəbul elədin? Düzünü, səhvini deyə bilmərəm, amma səmimi qəbul eləmədim. Heç səmimi qəbul eləmədim. Bir də ki, necə bu mahnını Tacir bəydən öncə mən ifa eləmişəm də, yəni. Amma Tacir bəy deyir ki, hansı meyxanaçı deyib Sənətli şəkildə, imzalı şəkildə mən bu mahnını almışam. Qonorar, bütün müəllif hüquqları. Bəli, ödəniş etmişəm, mən bu mahnını almışam. Mən yeri gəlsə, yerimdə bəlkə də başqası olsaydı, burası mənim işim yoxdur elə. Hələ silməmsən YouTube-da? Mən niyə silməliyəm? Tacir müəllimin mahnısını. Yox, mənim mahnımdır ya. Hə də oxuyub bax onu. Yəni qoyub YouTube-a onu. Hə, yox, mən sildirmərəm, əsla. Eləməmsən onu. Əsla eləmərəm. Afərin. Heç vaxt eləmərəm, heç bir şərtlər altında eləmərəm. Mən tanımayan adam olsa Tacir müəllimin hörmətini mərsilərəm. Nə də ki, mən Tolik, biz səninlə inci olsaq da, danışsaq da, danışmasaq da, mən o gün sənə da dedim. Dedim, o Tolik bilməlidir ki, mən uzaqdan uzağa həmişə onun hörmətini saxlamışam. Mən də sənin hörmətim, çünki sənin sənətin var. Hər zaman bu olub. Mən deyə bilmərəm ki, mən o yaltaq adamlardan deyirəm. Mən heç kimi qabağında fərəqət yanan adamlardan deyiləm, olmamışam da. Bizim xəstətimiz ikimizin də eyni gəlir. Əslində eynidir, bəli. O ki qaldı. Mən də sənin qabağında fərəqət yanarım, narahat olma. O ki qaldı, Vasif mənim dostumdur. Biz belə gündəlik həyatımızda da görüşürük, çay içirik, dərdləşirik, danışırıq. Ona görə sən mənim əzizimsən. Amma Əminə, o mahnını sən silmədin YouTube-dan Tacir müəllimə. Etmərəm, ona görə yox ki, o buna layiqdir, layiq deyil. Mən layiq deyirəm o hərəkət eləməyə. Ona görə.